Bugün sizinlə özündən vaxt ayırmaqla bağlı danışacağıq. Tez-tez eşidirik ki, valideynlər və yaxud da yetkin şəxslər bundan şikayət edirlər ki, özümüzə vaxt ayıra bilmirik. Əslində burada problem sizin özünüzə vaxt ayırmaqla bağlı deyil, özünüzdən qaçışınızdır. Yəni özünüzlə tək qaldıqda, özünüzə istirahət verdikdə, vaxt ayırdıqda, əslində özünüzlə üzləşdikdə nələr baş verdiyini görəcəksiniz. Və siz bu baş verənləri görmək istəmədiyiniz üçün əslində özünüzə vaxt ayıra bilmirsiniz. Və öz ehtiyaclarınızı, istəklərinizi görməzdən gəldiyiniz üçün də daima özünüzü bir işlə məşğul edirsiniz. Hətta şüursuz bir vəziyyətdə işiniz olmasa belə özünüzə əlavə problemlər yaradırsınız. Siz istirahətə təbii ehtiyacınız kimi deyil, mükafat olaraq yanaşırsınız. Və buna görə də özünüzü öncəliklə əziyyət verərək, yəni mən əziyyət çəkməliyəm ki, bu mükafata layiq olum düşüncəsi ilə yaşayırsınız. Bu problemi həll etmək üçün özünüzə hər gün ən azı 5 dəqiqə vaxt ayırmağa cəhd göstərin. Özünüzü müşahidə edin, öz ehtiyaclarınıza fokuslanın. Nə hiss edirsiniz, nəyə ehtiyacınız var? Bunları görməzdən gəlməyin və vaxtınızı cədvəllər quraraq düzgün bölə bilərsiniz. Tükənməmək üçün vaxtınızı və enerjinizi düzgün sərf etməyi öyrənməlisiniz.